Hər vaxtınız xeyir olsun bizim dəyərli YouTube izləyicilərimiz, Qarabağ azarkeşləri, Qarabağ sevərlər, bütövlükdə futbol ictimaiyyəti. Sizləri yenidən xoş gördük. Yeni bir ictimai video hazırlamaq qərarına gəldik. Bu videomuzun əsas mövzusu tanınmış futbolçu, əfsanəvi bir futbolçu, Braziliya millisinin sabiq üzvü Kaka haqqında olacaq. Kakanın qısa həyat hekayəsi haqqında olacaq. İnanıram ki, bu Kaka haqqında bu hekayə sizlər üçün maraqlı olacaq, duyğulu bir hekayə olacaq. Bu başlıqla hekayəni başlamaq istərdim. Kakanın həyat yoldaşı əfsanə futbolçunu çox mükəmməl olduğu üçün tərk etdi. Bu ifadələrlə Kakanın həyat hekayəsinə başlayıram. Belə ki, siz azarkeşlərə də bu təəccüblü gələ bilər ki, niyə görə mükəmməl olduğu üçün tərk etsin, amma bu həyat hekayəsinin davamı həqiqətən də sizləri təəccübləndirəcək. Belə ki, Kaka dünyanın tanınmış futbolçusudur. Dünyanın tanınmış futbolçusu olsa da özəl həyatında xüsusilə də örnək xarakterləri ilə bilinirdi Kaka. Kaka həm də yaraşıqlı, kübar, nəcib, varlı, şöhrətli və ən əsası sadiq biri idi. Bu xüsusiyyətlərin yanında onu əsas xüsusi qılan şey isə qəlbi idi. Uşaqlıq sevgilisi Caroline Seliko ilə ailə həyatı qurdu. Ona sonsuz sevgi verdi, aldatmadı və 2 uşaqlı xoşbəxt ailə oldular. Ancaq bu qüsursuzluq Kakanın evliliyini qurtara bilmədi. Köhnə həyat yoldaşı Caroline deyirdi ki, Kaka məni heç vaxt aldatmamışdı. Çox yaxşı davranırdı. Gözəl ailə olmuşduq. Ancaq yenə də xoşbəxt deyildim. Çünki yenə də nəyinsə çatışmadığını hiss edirdim. Sanki əskiklik var idi. Və 10 illik evlilik bu sözlərlə sona çatdı. Kakanın yaşadıkları bizlər üçün bunu sübut edir ki, həyatda nə qədər mükəmməl olursan ol, dəyər bilməyən insanlar üçün heç vaxt yetərli ola bilməzsiniz. Bilmərik, daha doğrusu. İnanıram ki, Kakanın bu həyat hekayəsi sizlər üçün, siz azarkeşlər üçün, futbol sevərlər üçün maraqlı oldu. Maraqlı oldusa bu ictimai videonu bəyənib paylaşmağı və kanalımıza abunə olmağı unutmayın. Hələlik Allah amanında.